Salam dostlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, hamınız yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. Və keçən dəfə bir video paylaşmışdım ki, artıq güllərin satışı da var bizdə. Düzdür, burada YouTube-da çox belə paylaşa bilmirəm. Yəni istəyən olsa aşağıda WhatsApp nömrəsini qeyd eləyərəm. Siz oradan keçib mənə yazarsınız. Hansı güldən istəsəz artırması, belə Holland növləri, da hansı güldən istəsəz olacaq satışda. Deməli, ilk sifarişimiz oldu bu həftə üçün. İstəyirəm onları sizə göstərim. Deməli, belə bir, bu deyəsən xlorofitumdur. Bunu belə bir növündən sifariş elədilər. Sonra bu fikusdur. Bu fikusun, baxın belə rozvu olan hissəsi, yarpağı belə olandı. Bundan mən özümə də sifariş eləyəcəm. Düz, daha doğrusu bunu özümə sifariş eləmişdim. Sonra istəyən oldu. Ona görə qoyuram o xanıma. Belə bir ölçüsü də baxın, belə bir ölçüdədir. Çox da qəşəng, sağlamdır. Sonra belə bir kraton. Bundan məndə də var. Hətta burada görürsünüz, çiçəkləri də belə partlayır. Çox qəşəng bir güldür. Baxın, çox fərqlidir. Fərqliliyi qatır. Belə bir sifariş var. Sonra belə qara rəngdə Zamukilkas dollar gülü. Bilirsiniz ki, indi əvvəl hamı Sansevieria gülünü alırdı. Nəsə belə bir inanca görə maraq vardı. Sonra pul gülü. İndi də hamı keçib belə dollar gülü alır. Yəni bu dollar gülündən bizdə yenə də sifarişlər var. Belə mən də gətirdim. Bu qara olanıdır. Bu da baxın belə yaşıl olanıdır. Baxın, buradan yeni bir balası da çıxır. Maşallah, qabına görə də böyüklüyü superdir. Və belə bir teleqraf gülləri də var sifarişdə. Bu yarpağı belə rəng olan və bu rəngdə olan çox qəşəngdirlər. Bunlar bizim ilk sifarişlərimizdir. İnşallah siz də istəsəz aşağıda WhatsApp nömrəmi qeyd eləyəcəm. Oradan nömrəni götürüb mənə WhatsAppdan yaza bilərsiniz. Mən sizə hər şey haqqında, yəni çatdırılmadır, sifarişin götürülmə vaxtıdır, hansı güldən istəyirsiniz, hamısı haqqında məlumat verərəm. Hələlik bu qədər, sağ olun.